Salam, xoş gəlmisiniz. Özünüzü təqdim edin. Salam, xoş gördük. Mənim adım Rəşad Mirzəyevdir. Ara Supermarket MMC-də Maliyyə Departamentinin rəhbəriyəm. Neçə ildir işin içindəsiz? Artıq 12 ildən çoxdur ki, maliyyə sahəsində fəaliyyət göstərirəm. Son 7 ildir ki, Ara Supermarket MMC-də fəaliyyət göstərirəm və bunun 5 ili isə rəhbər vəzifədə olmuşdur. Maliyyə Departamentinin rəhbəri kimi gündəlik işinizdə əsasən hansı prosesləri idarə edirsiniz? Bunu sadə dillə izah eləmək lazım olsa, belə deyərdim. İllik və əməliyyat büdcələrinin hazırlanması, onların nəzarətinin icra edilməsi, xərc və maliyyə əməliyyatlarının nəzarətinin icra edilməsi, biznes performans göstəricilərinə baxılması, təhlillərin edilməsi, rəhbəriyyə dövrü maliyyə hesabatlarının hazırlanması, eyni zamanda da investisiyalarla bağlı maliyyə rəyinin verilməsi daxildir. Layihələrə maliyyə yatırımı qərarı verərkən riskləri necə ölçürsüz? Bir çox statistik modellərdən istifadə edirik riskləri ölçərkən. Riski həm təsir həcmi, həm də ki, baş vermə ehtimalına görə ölçürük. Həssaslıq analizləri aparırıq və maliyyəçi olaraq konservativ yanaşmağa çalışırıq. Biz bir qərar verərkən investisiya ilə bağlı əsas biznes modelinə uyğunluğuna baxırıq. Eyni zamanda uzun müddətli iqtisadi və sosial fayda gətirməsinə diqqət edirik layihənin. Hansı xərclər supermarket biznesində idarəçiliyi çətinləşdirir? Ümumiyyətlə bizneslər iki istiqamətə bölünür. Həcm əsaslı bizneslər və marj əsaslı bizneslər. Supermarket biznesində transaksiya sayı çox olduğu üçün həcm əsaslı biznesdir. Burada marj nisbətən az olduğu üçün satılan malların maliyyə dəyərinin idarə olunması, işçilik və icarə xərclərinin idarə olunması ən önəmli xərclərdir, belə deyək. Gizli xərc formalaşdıran hissələr var ki, burada dövrə kapitalının doğru idarə edilməsi və promo siyasətinin düzgün həyata keçirilməsi burada bizə kömək olur ki, müəyyən xərclərdən qaçaq. Yazır işləyir. İşinizdə öyrəndiyiniz ən maraqlı və qeyri-adi təcrübə nə olub? Bir maliyyətçi olaraq əsasən rəqəmsal hesablamalara üstünlük veririk. Belə bir təcrübə oldu ki, kağız üzərində mağazanın açılması çox riskli görünürdü. Amma komandanın təkidi nəticəsində mağaza açıldı və bu da mənim üçün böyük bir təcrübə oldu ki, mağaza yaxşı nəticə göstərdi. Bu məndə eyni zamanda bir qərar verərkən insan amili və düzgün idarəçiliyi də nəzərə almağın önəmini mənə göstərdi, belə deyək. Qərar verərkən daha çox nəyə güvənirsiniz? Statistik göstəricilərə, yoxsa illərin təcrübəsinə? Demək olar ki, %60 statistik göstəricilərə güvənirik. Çünki statistika bizə variantlar arasında seçim eləməyə, müqayisə eləməyə imkanlar yaradır. Amma biznes təcrübəsi bu variantlar arasında seçim eləməyə bizə daha çox kömək olur. Çünki statistika danışmır, amma biz biznes təcrübəsi ilə həmin o statistikanı danışdıra bilirik. Hansının daha uğurlu olduğunu, hansının bizə daha yaxın olduğunu seçim edə bilirik. Karyeranızda ən böyük nailiyyətiniz nə olub? Ara Supermarket MMC-yə mən aparıcı mütəxəssis kimi qoşulmuşam. 7 il ərzində hal-hazırda departament müdiri vəzifəsini icra edirəm. Karyera yolumda böyük bir irəliləyiş olubdur və düşünürəm ki, bu dövr ərzində qazandığım bilik və təcrübəni öz komandama ötürməyim, onlara həm nəzəri, həm praktiki olaraq dəstək olmağım mənim ən böyük nailiyyətlərimdən biridir. Deyilənə görə maliyyəçilərin riyaziyyatla arası yaxşıdır. Siz bu fikirlə razısınızmı? Sizin riyaziyyatla aranız necədir? Çox yaxşı sualdır. Riyaziyyatla mənim əvvəllər daha yaxşı idi aram. Amma maliyyədə rəqəmləri çox gördüyümüz üçün müəyyən dərəcə rəqəmlərdən uzaqlaşmaq istəyirik. Əslində isə tək riyaziyyat deyil, eyni zamanda analitik təfəkkür də önəmlidir. Əsas rəqəmlər deyil, o rəqəmlərə baxıb müəyyən qərar vermək bacarığıdır. Doğru rəqəmlərin mahiyyətini izah eləmək bacarığı daha çox önəmlidir maliyyədə. Maliyyə sahəsində maraqlı yeniliklər və təkmilləşdirmələr barədə nə deyə bilərsiniz? Dünyada belə bir trend var ki, süni intellekt və ERP sistemlərinin avtomatlaşması proses gedir. Maliyyəçinin yerinə yetirdiyi funksiyalar artıq forma dəyişdirməyə başlayır. Əvvəl maliyyəçinin datanı əldə eləməsi, datanın xüsusi formaya salması və onu hesabat halına gətirməsi daha çox tələb olunursa, hal-hazırda bəzi bu dataları avtomatik olaraq sistemdən əldə edə bilirik. Əsas olaraq isə biznesdə maliyyəçinin qatdığı dəyər önəm kəsb eləməyə başlayır. Yəni, maliyyəçi həmin məlumatlardan İlk öncə doğru izah verməlidir məlumatlar barəsində və onu necə tətbiq eləməyin yollarını məsləhət görməlidir rəhbəriyyə. Bir maliyyəçi üçün vacib olan 3 əsas xüsusiyyət nədir? Bir maliyyəçi olmaq üçün bəzi minimal tələblər vardır. Bunlara analitik düşüncə tərzi, maliyyə standartları ilə bağlı nəzəri biliklər və dürüstlük aiddir. Amma uğurlu maliyyəçi digərlərindən fərqləndirən 3 əsas xüsusiyyət vardır. Bunlardan birincisi biznesi bütöv görmək bacarığıdır. İkincisi, dəyişikliyə adaptasiya olmaq qabiliyyətidir. Üçüncüsü də bəzi qəliz maliyyə modelləri var ki, onu
rəhbərə izah edən zaman sadə dillə izah etmək lazımdır. Çünki bir maliyyətçi olaraq qeyri-maliyyətçi rəhbərlərlə işləmə imkanımız daha çox olur bizim. Ona görə də həmin o nəticələr barəsində çox sadə dillə izah vermək lazımdır. Komanda üzvlərinin motivasiyasını və iş keyfiyyətini artırmaq üçün nələr edirsiniz? Motivasiya ümumiyyətlə bir neçə faktordan ibarətdir. Çox mürəkkəb bir şeydir motivasiyanı yüksəltmək. Müəyyən faktorlar var ki, iş şəraiti, əmək haqqı və iş və şəxsi həyat balansının qorunması. Bunlar insanları məmnun edirlər, amma daha çox da motivasiya vermirlər. Motivasiya verən ən önəmli xüsusiyyətlərdən biri deyərdim ki, komandanın öz məqsədinin formalaşdırılması və komandanın hər bir əməkdaşının şəxsi inkişafı ilə bağlı işlər görmək lazımdır. Bu şəxsi inkişaf biznesə dəyər qatmalıdır və eyni zamanda komandanın üzvü bir prosesi ucdan uca mənimsəməlidir. Yəni, hansısa bir hissəsini icra eləyəndə əməkdaş daha çox motivə olmur, demotivasiya olur. Çünki özünü nəyinsə sahibi kimi hiss eləmir. Özü amma prosesi tam idarə etdiyi zaman həm prosesə sahib olur, həm də ki, öz mövqeyini qoya bilir, eyni zamanda həm də rəhbəri qarşısında tanınır. Motivasiya edici bir çox faktorlar var. Mənim üzərimə düşən əsas xüsusiyyətlərdən biri, misal üçün, iş yükünü düzgün planlamaq, komanda üzvlərindən gözləntilərimi düzgün şəkildə onlara çatdırmaq, eyni zamanda onların suallarını cavablandırmaq. Yəni bu çox mürəkkəb bir şeydir. Bunun tam cavabı demək olar yoxdur. Mühasibatlıqdan maliyyəyə keçmək, yoxsa maliyyədən mühasibatlığa keçmək? Mühasib və maliyyəçi demək olar ki, eyni beynəlxalq standartlarla fəaliyyət göstərir. Amma mühasib peşəsində adətən faktlar əsaslı işlər görülür. Maliyyəçi peşəsində isə bəzən faktiki bir məlumat yoxdur əldə, müəyyən bir proqnoz məlumatlar var. Bu məlumatları və müəyyən dəyişkənlər var da, yəni ki, ehtimallar üzərindən biznesin etmək istədiyi əməliyyatları biz maliyyə dilinə çevirməyə çalışırıq, müəyyən proqnozlar veririk. Yəni, bir mövzunu izah eləməkdən çox həm izah edirik, həm onu diaqnoz qururuq, həm onun gələcəyi ilə bağlı proqnoz veririk, həm də gələcəkdə baş verə biləcək hadisənin qarşısını necə almaq olar deyə təkliflər veririk. Yəni, maliyyətçidə biraz skop daha böyükdür deyə bilərəm. Bu sahədə karyera qurmaq istəyənlərə hansı tövsiyələriniz olardı? Siz o tərəfdən görürsünüz, mən bu tərəfdən görürəm. Beynəlxalq maliyyə sertifikasiyalarını əldə eləsinlər, maliyyə standartları sahəsində nəzəri biliklərini möhkəmləndirsinlər. Eyni zamanda da gördükləri işlərin fərqinə varsınlar. Çünki bu nəzəri biliyi gücləndirməklə hər şey yekunlaşmır. Eyni zamanda bunu praktik olaraq tətbiq etmək lazımdır. Ona görə də tövsiyəm odur ki, gördükləri işin formasına yox, mahiyyətinə üstünlük versinlər, mahiyyətini anlamağa çalışsınlar. Şirkətə, ümumiyyətlə biznesə necə dəyər qatdıqlarını müəyyənləşdirə bilsələr daha yaxşı olur və nəticələr həmişə daha uğurlu olur. Suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik. Çox sağ olun, amma düşünürəm ki, biraz həyəcanlı oldu.